Videomuz Unit 26 Grammar. Birincisi testimiz zaman haqqındadır. Zamanı seçmək üçün mən zaman göstəricisine baxmalıyım. By mənə deyir ki, bitmiş axtar. Last week deyir ki, keçmiş bitmiş axtar. Keçmiş bitmiş nədir? Keçmişdə bir ana qədər, müəyyən bir ana və yaxud da müəyyən bir hərəkətə qədər olmuş bitmiş hadisəni bildirmək üçün işlədirdik. Keçən həftəyə qədər uşaqlar imtahanlarını yekunlaşdırmışdılar. Ona görə A, D yeni sildim. 2 dənə bitmişim var. Had been finished, had finished. Had been finished hansı növdədir? Məchul növdə. Əgər iş görənim, iş icraçım bəlli deyilsə, mən məchul işlədirəm. Ancaq burada işi icra edənin bəllidir. The students. Ona görə mən məlum növ seçəcəm. İkinci yenə zamandır. Cümlədən aydın olur ki, burada 2 hərəkət var. 2 hərəkətdən biz bilirik ki, birincisi həmişə bitmişdə olur. Yəni, yenə deyirəm, burada keçmiş bitmişdir. Keçmişdə müəyyən ana və yaxud da müəyyən hərəkətə qədər olmuş bitmiş hərəkəti veririk biz keçmiş bitmişdə. Komandalar gələnə qədər azərkeşlər getmişdilər. Gördünüzmü? Bir ana qədər o birisi hərəkət baş verib bitib. Ona görə də mən bitmişi axtaracağım. Bitmiş bircə D variantında var. 3-də nə istəyir məndən? Incorrect variant. Əvəzlik haqqındadır. Səhv variantı istəyir. Both of-la işlənə bilər. Cəm isimli işlənir. Both düzdür. No bags düzdür. Each bag yenə düzdür. Every of-la işlənməz. Səhvdir. No another bag. No-dan sonra another gəlməzdir. Azə olar. No other bag olar. Ona görə 2, 5. 4. Plural nouns istəyir məndən. Box silirəm. Monies olmaz. Pul cəmlənməz. Physics təkdədir. Bags, boxes, news təkdədir. Grass sayılmır. Təkdədir. Elə D variant. Boxes qutular, bags çantalar, shelves rəflər, jeans də jeans şalvar. Biz bilirik ki, 2 hissədən ibarət olan isim cəmdə işlənir. 5-ci article. Ölkə adı ilə, Kanada ilə article işlənməz. A-nı sildim, Y-ni sildim, D-ni sildim. USA ilə isə işlənər. C-ni də sildim. North USA, North America desəydi, Şimali Amerika, Cənubi Amerika, Şimali Afrika desəydi, mən orada işlətməyəcəkdim. Ancaq ortada of sözünü veribsə, Amerikanın şimalı deyirsə, Afrikanın şimalı deyirsə, artıq orada article işlənəcək. B variantı. Opposite deyirsə, opposite əks mənalı deməkdir. Antonim axtar, accept qəbul etmək, gain qazanmaq, steal oğurlamaq, rob oğurlamaq, influence təsir etmək, affect təsir etmək, reduce azaltmaq, increase artırmaq, supply təmin etmək, provide təmin etmək. Which suffix makes a noun? İsim düzəldən suffix istəyir active-dən. Hansı suffix isim düzəldir? Activity. Activement deyil, activation, activedom, activation heç biri deyil, activity olur. Choose the best answer, əvəzlik. Please give me anything olmaz, törəmədən sonra isim gəlməz. Bunu sildik, həm də bunlar inkarda olmalıydı. İstənilən mənasında təsdiqdə ola bilərdi, amma törəmədən sonra isim gəlməz. If you have any. Deyirəm ki, mənə biraz maraqlı kitab ver, əgər heç varındısa. B. B nəymiş? 9. Definition verir. Disability of hearing. Eşitmə pozğunluğu, eşitmə zəifliyi, eşitmə disability'si var. Bu nə deməkdir? Kar. Deaf.
Colorblind renk körü deməkdir. Blind kör, mute lal, verbal danışıq, nitq. Okay. Definitionları match eləməyimi istəyir. Holy müqəddəs deməkdir. Bu divine. Roller reliable etibar edilə bilən. Trustworthy. Steel polad deməkdir. Shaped like a tube ola bilər. Mediator, negotiator budur. Roller. Steel oğurlamaqdır. Bu polad stili başqa cür yazılır. Oy, bu D-dir. 2 dəqiqə. Rollerda tube, yəni turba formasında olan deməkdir. Y. C ilə başlasın. A, Y, B, D, B variantı. 11. Burada zamanla məchul növ və kompleks obyekt bir yerdədir. Were made deməli it was-dursa bu tərəfdə are olmaz. Məchul-dursa made olmaz, to be-si də lazımdır. Made-dən sonra məchul növdə made-dən sonra da to işlənilir. Kompleks obyektdə. C variantı. Bunu izah eləyərik dərsimizi keçəndə. Quantifier sayılan isimdir. Much olmaz, much olmaz. How many days? Only few ilə işlənməz. Only a few. Little ilə də işlənməz. Little sayıla bilməyənlərlə işlənir. C variantı. 13-də sinonim istəyir. Produce istehsal etməkdir. O da make olacaq. Prefer üstünlük vermək. Sell satmaq. Cut kəsmək. Spread yaymaq, yayılmaq.